Salam dostlar, necəsiz? Həmişə videonun axırına saxlayıram. Bu dəfə əvvəldə deyəcəm. Keçən dəfə dedim abunə olmasanız da olar, amma mən yenə də abunə istəyirəm. İkinci bağlamamız gəldi və açıq görək bu bağlamamızın içində nələr var. Burada boşaldım. Bu getdi. Bu duxud. Pıskırdatıyor. Neyse bir şeydi. Dokudu mu yoksa? Ama bu make-up fix spray'di. Yüze vurulan bir şeydi. Uşaq elə bir dokudu. Ama daha demir ki iyi gül iyi gəlir. Gül suyun iyi gəlir. Yani ki fix up. Make-up fix spray. Makyaj sabitləyiciymiş bu. Bir üstünde de şəkil var imiş. Ama iyi geçerdi. Böyle ihtimal ki uşaq istifadə edən içəri getdi. Belə bir kablomuz var. Ticket to anywhere. İstənilən hər yerə bilet, pasport. Kimsə deyilsə səyahət sevən adamdır. Bu da belə getdim. Burada qələmlərimiz var. Və qələmlər qəribədir. Keçən dəfə mən aldığıma bənzəmədi. Birini açaq, ikisi de eyni şeydir. Burası mən alanlarda yumuşaqdır. Burada parça kimidir. Burası yürüşqə olmalıdır. Burası da ucu belə qələm. Görürsünüz? Bu da belə. Bir işlənib göndərib qapağını çikirir. Bilemeyeceğim. Bu da belə. Sonra bu balacalara baxaq, sonra böyüklərə keçək. Bu açıq idi. Belə bir açıq idi. Gedim baxım, taxım görüm necə açıq idi. Baxım. Taxdım. Bəyənəmədim sözün açığı. Biraz da materialını bəyənəmədim. Sözün açığı belə bir şeydi. Keçən il mən bu açıqını almışam. Temidən keçən il almışam. Bu açıqı ilə mən çölə çıxanda elə bir gözümdə heç nə olmur. Ama gözümdə elə bil heç nə olmur, amma günəşdən də qoruyur, çox xoşuma gəlir. Yəni şüşəsi çox süperdir. Bu açıqlar amma elə deyil. Keçən dəfə bilmirəm gördünüz ya görmədiniz. 5 dənəli açıq almışdım. Onlar da taxıram gözümə elə bil heç nə görmür. Yəni şüşələr xoşuma gəlmir. Ancaq başa taxmaq üçün yaxşıdır. Bu nədir amma xatırlayamadım. Cəmaatın sifarişidir deyə də aça bilmirəm. Amma yadıma da sala bilmirəm ki bu nədir. Koruyur. Ama mənim elə bir şey aldığım yadıma gəlmir. Ona görə hələ açmıram. Nə olduğu çünki yadıma gəlmir. Üzr istəyirəm. Hələ xəstəliyin şeyini atlata bilmiş deyiləm. Bu qızlar şeydir. Keçən dəfə gördüyünüz dırnaq ustasının ləvazimatlarından biri daha gəldi. Bu şey lampadandır. Yəni dırnaq qurudan lampadan. Burası stola keçir. Stola geçir burası. Buradan da USB şnuru ilə işıq yandırıb söndürən knopkası da var. Buradan da USB şnuruna keçir. Hal-hazırda göstərəmirəm çünki yanımda adapterlardan heç biri yoxdur. Ona görə göstərəmirəm. Kablo da gəlməli idi. Niyə kablo yoxdur? Burada. Bu da o bir kablo gəldi çıxdı. Burada bu bir planşet üçün kablo. Necə eynidir. Bunun içi belədir. İğnedir. Gələr inşallah. Biraz əziş büzüş olub. Eybi yox. Bu da belə getdi. Gördünüz inşallah. Kamera yuxarıda deyə çox görəmirəm. Mənə paylaşıramsa. Bu yufqadır. Bu yufqadan birini də almışdım. Böyle bir şey. Ama elə bil ki birinci vurduğum partiya daha yüksək daha qəşəng idi. Bu elə bil bundan uzun uydu biləmədim şimdi. Görsəm firma fərqi var mı yok mu diyemem. Ama bence yeni firma ki vurmuştum. Bunların materiallar da elə bir fərqli. Aydınlaşdıramadım. Ama yəni ki qəşəng qayda sayılmıyor görünürdü. İndi.
Bir bu qaldı, bir də bu qaldı. Açmağa başlayaq. Mişkası da var ki. İndi elə bu mişqaldan başlayaq. Açaq görək nədir bu. Nədir bu? Bu dəstə idi. Şortik idi məncə. Aha. Şortikin materialı normal. Mişqası da çıxandı. Baxım görüm səsi çıxmır ki. Belə bir şeydir. Koftası da var. Koftasının materialı yumuşaqdır. Belə. Bu da kombinzondur, yəni bu da. Kombinzon da buradan böyüyür, balacalanır. Bitişikdə, amma belə. Əslində pis deyil. Amma qiyməti səhv eləmirəmsə 19 manat idi, səhv eləmirəmsə. Bəlkə də səhv edirəm, amma 19 manat kimi yadıma gəlir. Mənim də bir şey yadıma gəlirsə, deməli o qiymətədir. Qoyaq yerinə. Geçək. Sonuncu paltara. Belə şortik dəstədir. Hardasa 12 yaş üçün 150 boyuydu, səhv eləmirəmsə 150 boy üçün vurdum. Pis deyil. Yəni. Bu da şortki. Şortki əslində uzundur, pis deyil. Qız uşaq üçün alınır. Yəni ki 5-ci sinifdə oxuyub biraz boy hündür. Amma gələcək uzunluğu da yaxşı olacaq da o mənada. Bu da belə. Bugünlük bu qədər. Başda dediyim kimi sonda da təkrar edirəm. Abunə olub, like atıb, yorum yazmağı unutmuruq. Bəyənməyə baxıb unutmuruq. Bəyənin ki kanalımız inkişaf eləsin. Daha çox izləyiciyə çatsın, kəşfətə düşsün. Nə bilirəm, sizə abunə olmanızı xahiş edirəm. Bugünlük bu qədər. Gələn görüşlərə kimi.